Masallıda bu sənətlə bir neçə ailə məşğul olur. 100 ildən çox ənənəsi olan Nuriyevləri isə hamı usta sənətkar kimi qəbul edir. Onlardan biri Cəsarət Nuriyev 40 ildir duluzçuluq edir. Atası bədəl kişidən öyrənib sənəti. Usta ilk dəfə dəzgah arxasına keçəndə 5 yaşım vardı. Ayağım çarxa çatmırdı deyir. Beləcə çarx fırlandıqca üstündəki yaş palçıq kütləsi də dönüb əsərə çevrildi. İllər ötdü, Cəsarətin boyu kimi arzu, istəkləri də böyüdü. Təhsil aldı, rəssamlıq qabiliyyətini inkişaf etdirdi, yenidən ata-baba sənətinə qayıtdı. Qab növlərinin axtarışında, mən hələ indi də belə deyək, axtarışındayım, yenə də müəyyən növlər var fikrimdə. Amma ki, müəyyən çətinliklər də var, çətinliklər çoxdur, həddindən artıq çoxdur. Bəzən elə olur ki, mən görsən hansısa qabı hazırlamaq üçün birinci onun şəklini çəkirəm, sonra onu hazırlayıram. Arxeoloji qazıntılar zamanı tapılıb. Onun nümunəsi. Hər bir əl işi ölçü və formasına görə böyük diqqət və zəhmət tələb edir. Barmaqların köməyi ilə şəkildən şəklə salınır. Bir də daha zərif, keyfiyyətli məhsul əldə etmək təkcə ustalıqdan asılı deyil. Müxtəlif gil növləri var ki, çeşidə görə istifadə olunmalıdır. Həm də yeni metodlardan istifadə etmək lazım gəlir. Cəsarət ustanın fikrincə, müasir texnologiya nə qədər inkişaf etsə də, əllə düzəldilən təbii saxsı qabların yerini heç nə əvəz eləmir. Bu qablarda saxlanan sular suda olan müəyyən zəhərlənməni, qeyri şeyləri çəkib götürür özünə. Qabda sadəcə olaraq saxsı olmağına baxmayaraq nəfəs alma qabiliyyəti var. Yəni suyu sərin saxlamağı ilə bağlı həm də suda olan müəyyən zəhərləri götürə bilir. Sonra xörək bişirməyə həmçinin qablar görürsən köhnə ət ola bilir, bilmirsən bazardan alırsan, qeyri yerdən alırsan. Həmin qazanlardan bişəndə onun o həmçinin müəyyən zəhərlənmənin qarşısını alır. Duluzçuluq sənəti bir o qədər gəlirli sahə deyil, lakin alıcıların zövqünə uyğun məhsul hazırlamaqla qazanc əldə etmək olur. Bu dibçək növüdür, belə deyək. Bəzi güllər var, ona su verəndə, o yarpaqları aşağıda olur, su verəndə, yarpağı qaldıq su verəndə gül görsən inciyir, küçür, tez yanır, sıradan çıxır. Bu əsasən həmin güllər üçündür. Bunu güllər buradan əkildi. Bu 3 dənə də ola bilər, 1 dənə də ola bilər, 5 dənə də ola bilər, çox növlər də ola bilər. Gül bura əkilir və buradan suyu verirsən buna, həmin güllər suvarılır. Cəsarətin emalatxanası yol kənarında olduğundan müştəri sarıdan çətinliyi olmur. Hazırladığı məhsulların çeşidi çoxdur. Su dolçaları, sərinclər, piti qabları, dibçəklər, güldanlar, küplər, nehrələr, qazan və qazançalar. Bu məhsulların hər birinə məişətimizdə, əsasən də kənd yerlərində böyük tələbat var. Turistlər və şəhər adamları isə əsasən qeyri-adi formalı mallara üstünlük verirlər. Qiymətlərə gəlincə 1 manatdan başlayır, 50 manatadək artır. Xüsusi sifarişlər də olur ki, bu razılaşma ilə görülür. Cəsarət Nuriyev duluzçuluğun qazancı ilə bir ailəni yaşadır. Ata-baba ənənələrini yaşatmaqla isə bir xalqın, millətin tarixini, maddi-mədəni dəyərlərini qoruyur. Asəf Ayazoğlu, Pərvanə Əzizova, Günel Ramazanlı, Lider TV, Masallı.